Üçüncü nişan üzüyü məsələsi belə idi ki, həmin ailədə cavan bir gəlin ailə qurmuşdu. İkinci mərtəbədə yaşayırdı. Digər iki qadın birinci mərtəbədə yatdıqları yerdə öldürülmüşdü. Səsə-küyə qadın ayağa durmuşdu, amma qapını açmamışdı. Sındırıb girmişdilər içəri və ayaq üstə idi. Təbii ki, müqavimət göstərəndə barmağındakı üzüyü balta biraz zədələmişdi, kəsmişdi və çox çətinliklə biz ekspertiza keçirə bildik ki, bu məhz həmin baltanın izidir üzükdə. Çünki ekspertlər bir qayda olaraq rəy verirlər ki, xəsarət bu balta və bu baltaya bənzər istehsal olmuş digər balta tərəfindən də həyata keçirilir. Ona görə də konkret bu baltanın cinayətin alətinin izi olmasını onu böyüdücü aparatlar vasitəsilə ekspertlər müəyyən elədilər ki, bu kəsikdə olan iz baltanın tiyəsinin üzündə çopurluq olur və o da fərdi xarakter daşıyır. O iz həmin baltaya məxsusdur və yeganə oradan biz rəy ala bildik ki, məhz bu balta hadisənin iştirakçısıdır. Daha buna bənzər digər balta ifadəsini kənarlaşdırdıq.